Müslüm Maqamayev 1942-ci il avqustun 17-sində Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında Dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə Gənclər Festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. İtaliyanın Milan şəhərindəki La Scala teatrında təcrübə keçib. Enrico Piazza ilə Sevilla Bərberi operasından, Figaro'nun Tosca operasından Scarpia'nın partiyalarını hazırlayıb. 1966-cı ildə Parisin Olimpiya konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sobotda keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1970-ci ildə Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSR-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb. Qramfon valları böyük tirajla buraxılıb. Repertuarı hər tərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub. Bir sıra orden və medallarla tərtib edilir. Qeyri-adi uğurlara imza atan Müslüm Maqamayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ya ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində dostlarının arasında oxuyardı. Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı, təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm, təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi. O, İlk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən 8-ci Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar Ogonyok jurnalı onun portretini və Bakılı gənc dünyanı fəth edir başlıqlı məqalə dərc edir. 1940-50-ci illərdə Rəşid Behbudov öz elcaşkar tenor səsi ilə SSR-də və dünyanın digər ölkələrində şöhrət qazanmışdı. Onun gənckarı Müslüm 1960-cı illərin ortalarında SSR-də və digər ölkələrdə geniş tanınırdı. Təsadüfi deyildi ki, böyük teatrın rəhbərliyi nəyin bahasına olursa olsun, onu öz turumbasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatırdı ki, SSR Mədəniyyət Naziri Yekaterina Müslümü öz şəxsi himayəsinə götürdü. O, Eldar Quliyevin filmlərinə musiqi yazırdı. Daha sonra rejissor Gleb Drozdovun sifarişlərini yerinə yetirib. Igor Polka haqqında dastan əsərinin motivləri əsasında hazırlanmış Yasovlavna tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada Knyaz Igor, Tamara Sinyavskaya ilə Yaroslavna rollarını ifa edib. Müslüm Maqamayev Tamara Sinyavskaya ilə evlənmişdi. Rejissor Tofiq İsmailov 1971-ci ildə onun haqqında Oxuyur Müslüm Maqamayev adlı film konsert çəkmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqamayev SSR Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordeni ilə təltif edilmiş SSR-nin xalq artisti adını almışdı. Müslüm Maqamayev 25 oktyabr 2008-ci ildə vəfat edib. Bakıdakı 1-ci Fəxri Xiyabanda dəfn olunub.